Hörmətli müəllimlərimiz, əziz sinif yoldaşlarım və dəyərli radio dinləyicilərimiz, sizi bugün Gələcəyin İşləvə FM-in xüsusi buraxılışında salamlayıram. Bu səhər mən, məktəbimizin 7B sinif şagirdi Azərdə Yağmur, sizi Azərbaycanın böyük şairi və dramaturqu, milli ideyalarımızın canlı təcəssümü olan Hüseyn Cavidin həyat və yaradıcılığından danışmaq üçün söz almışam. Bu verilişdə biz sadəcə tarixi faktları sadalamakla kifayətlənməyəcəyik. Biz Hüseyn Cavidin yaradıcılığını nəzərə salacaq, onun ideyalarının bugünkü Azərbaycan gəncliyinə necə ilham verdiyini araşdıracaq, həmçinin onun həyat hekayəsindən çıxarıla biləcək dərsləri paylaşacaq. Hər sözümüzü diqqətlə seçəcək, mətni elmi, rəsmi və eyni zamanda ürəyə yaxın bir dillə təqdim edəcəyik ki, hər birimiz Hüseyn Cavidin dünyasına canlı şəkildə daxil ola bilək. Hüseyn Cavid əsl adıyla Hüseyn Bala Məmmədbəyoğlu Xəlilov 24 oktyabr 1882-ci ildə Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəlib. Onun həyat yolu gənc yaşlarından ziyalı mühitdə formalaşmış, düşüncə və milli şuurda yoğrulmuşdur. Cavidin dövrü Azərbaycan üçün böyük tarixi sınaqlar dövrü idi. O həm millətin mədəni kimliyini qorumağa çalışmış, həm də öz yaradıcılığı vasitəsilə insan ruhunun ali dəyərlərini işıqlandırmışdır. Cavidin yaradıcılığında fərqli janrlar, poeziya, dramaturgiya və publistika öz əksini tapmışdır. Onun əsərlərində yalnız estetik zövq deyil, həm də fəlsəfi dərinliklər, ictimai məsələlərə dair elmi və rasionluqla dolu yanaşmalar mövcuddur. Məsələn, Şeyx Sənət dram əsərində Cavid insanın mənəvi azadlıq uğrunda mübarizəsini təsvir edərkən, eyni zamanda sosial ədalət və bəşəri dəyərlər üzərində elmi praktiki təhlillər aparır. Bu əsər təkcə dramatik hadisələrdən ibarət deyil, həm də insan psixologiyasının ictimai münasibətlərin elmi baxımdan təhlilidir. Hüseyn Cavidin yaradıcılığında həm də Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdır. O dövrün ən çətin ictimai-siyasi şəraitində belə milli teatrı təbliğ etmiş, teatrın yalnız əyləncə vasitəsi olmadığını, həm də milli şüuru formalaşdıran bir platform olduğunu göstərmişdir. Statistik məlumatlara görə Cavidin əsərləri onun sağlığında, vəfatından sonra da Azərbaycan teatr səhnələrində yüzlərlə dəfə səhnələndirilmiş və milyonlarla tamaşaçıya çatdırılmışdır. Bu, onun ideyalarının nə qədər canlı və aktual olduğunu sübut edir. Hüseyn Cavidin yaradıcılığında əsas mövzulardan biri azadlıq və insan ləyaqətidir. Onun şeirlərində və dram əsərlərində insan azadlığı, milli şuur və elmi düşüncə əks olunur. Bu, onun əsərlərini yalnız ədəbiyyat nümunəsi kimi deyil, həm də etik və fəlsəfi təlimat kimi önəmlidir. Məsələn, İblis dram əsərində Cavid insan ruhunun mənəvi sınaqlarını təsvir edir və göstərir ki, hər bir fərd elmi bilik və yüksək mənəvi dəyərlərə donanmalıdır ki, cəmiyyətin inkişafına töhfə verə bilsin. Hüseyn Cavidin yaradıcılığı həm də millətimizin tarixini qorumaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Onun poeziyasında və dram əsərlərində Azərbaycan xalqının keçmişdən milli qəhrəmanlarından və mübarizə ruhundan geniş əks edilir. Bu, onun sadəcə şair yox, həm də tarixçi və publistik qiymətləndirməyə imkan verir. Onun əsərlərində elmi, tarixi və fəlsəfi məlumatların sintezi mövcuddur ki, bu da onun yaradıcılığını unikal edir. Hüseyn Cavidin həyatı da onun yaradıcılığı qədər dramatik və mənalı olmuşdur. O, milli azadlıq uğrunda mübarizələrdə fəal iştirak etmiş, lakin repressiya illərində ağır sınaqlardan keçmişdir. Bu, onun ideyalarının sadiqliyini, milli və bəşəri dəyərləri olan bağlılığını göstərir. Tarixi faktlar onu təsdiqləyir ki, Hüseyn Cavid heç bir zaman şəxsi təhlükəsizlik üçün ideyalarından geri çəkilməmişdir. Bu, gənclərimiz üçün dəyərli bir nümunədir. Əsl azadlıq və şəxsiyyətin inkişafı üçün bəzən böyük fədakarlıqlar tələb olunur. Cavidin elmi və fəlsəfi düşüncəsi, onun əsərlərindəki ideyaların dərinliyi, həmçinin milli və bəşəri dəyərlərə verdiyi önəm onu dövrünün qabaqcıl ziyalısı etmişdir. Onun şeirlərində kosmos və insan ruhunun sonsuzluğu, tarix və elmin inteqrasiyası kimi mövzular əks olunmuşdur. Məsələn, Məşədi İbad dram əsərində
əsərlərində insanın daxili alemi və ətraf alemlə qarşılıqlı təsir elmi praktik aspektdən analiz edilir ki, bu da əsərin həm ədəbi, həm də fəlsəfi dəyərini artırır. Hüseyn Cavidin söz xəzinəsi zəngin və müxtəlifdir. Onu poetik dil həm klassik Azərbaycan poeziyasının gözəlliklərini, həm də müasir estetik tələbləri özündə birləşdirir. Bu onun əsərlərini yalnız milli deyil, həm də universal ədəbiyyat nümunəsi kimi qəbul etməyə imkan verir. Tədqiqatçılar bildirirlər ki, Cavidin ədəbi irsi dünya ədəbiyyatında Azərbaycan mədəniyyətinin əsas nümayəndələrindən biri kimi qiymətləndirilir. Hüseyn Cavid həm də gənc nəsillərə ümid və ilham verməkdə ustad olmuşdur. Onun əsərlərindəki ideyalar gənc oxucuların düşüncə tərzini inkişaf etdirir. Onların elmini mədəni və mənəvi cəhətdən zənginləşdirir. Hər bir gənc onun yaradıcılığını ilham alaraq öz daxili aləmini, elmi maraqlarını və milli kimliyini inkişaf etdirə bilər. Məsələn, məktəblərdə aparılan sorğular göstərir ki, Hüseyn Cavidin əsərlərini oxuyan gənclərin milli şüuru və ictimai məsuliyyət hissi daha yüksək səviyyədə formalaşır. Hüseyn Cavidin həyat və yaradıcılığını anlamaq üçün onun dövrünün tarixi və ictimai kontekstini nəzərə almaq vacibdir. 19-cu əsrin sonları və 20-ci əsrin əvvəlləri Azərbaycan üçün həm mədəni, həm də siyasi baxımdan mürəkkəb dövrüdür. Bu zaman Cavid ziyalı mühitdə böyüyərək həm elmi biliklər, həm də milli dəyərlər üzrə yüksək səviyyəli təsir almışdır. Öz yaradıcılığı ilə xalqını, onun mədəni və mənəvi zənginliklərini qorumağa çalışmış, milli kimliyini formalaşmasında mühüm rol oynamışdır. Cavidin əsərlərində həmçinin insanın daxili azadlığı, əqidəsinə sədaqəti və cəmiyyətdəki ədalət prinsipləri geniş yer tutur. Onun dram əsərləri və şeirləri yalnız estetik söz üçün deyil, həm də mənəvi və intellektual inkişaf üçün nəzərdə tutulur. Məsələn, Ölülər dram əsərində o insanın mənəvi sınıqlarını, cəmiyyətin moral dilemasını və elmin insan həyatındakı rolunu təsvir edir. Hüseyn Cavidin söz dünyası ilə tanış olmaq yalnız ədəbiyyatla maraqlananlar üçün deyil, həm də fəlsəfə, tarix və sosial elmlərlə məşğul olanlar üçün əvəzsiz bir təcrübədir. Onun əsərlərindəki elmi və fəlsəfi düşüncələr gəncləri düşünməyə, analiz etməyə və hərəkət etməyə həvəsləndirir. Müasir dövrdə Hüseyn Cavidin irsi tədqiqatçıların diqqət mərkəzindədir. Statistik məlumatlara görə son 20 ildə onun əsərləri ilə bağlı 150-dən çox elmi məqalə dərc olunmuş, yüzlərlə konfrans və seminar keçirilmişdir. Bu, onun yaradıcılığının nə qədər canlı, aktual və gələcəyə yöndərilmiş olduğunu göstərir. Cavidin həyat hekayəsi və əsərləri gənc nəsillər üçün həm də motivasiya mənbəyidir. Onun həyatdan çıxarıla biləcək dərslər, azadlıq uğrunda mübarizə, milli və bəşəri dəyərlərə sadiqlik, elmi və mənəvi inkişaf bugün də aktualdır. Biz gənclər olaraq onun ideyalarını öz həyatımızda tətbiq etməli, elmə və sənətə, cəmiyyətə və töhfə verməliyik. Gəlin bir qısa hekayə ilə fikrimizi gücləndirək. Məlumdur ki, Hüseyn Cavid gənclik illərində Naxçıvanda oxuyarkən bir dəfə yerli kitabxanada qədim Azərbaycan və dünya klassiklərini araşdırıb. Özünə qeydlər aparmış, o kitabların yalnız mətndən ibarət olmadığını, eyni zamanda insan təcrübəsinin və elmi biliyin toplanmış forması olduğunu anlayırmış. Bu gənc Hüseynin özünü formalaşdırması üçün mühüm təcrübə olmuş və gələcək yaradıcılığına təkan vermişdir. Bu bizə göstərir ki, hər birimiz oxumaq, araşdırmaq və düşünmək vasitəsilə öz həyat yolumuzu zənginləşdirə bilərik. Əziz dostlar, bugün biz Hüseyn Cavidin həyat yolunu, yaradıcılığını, ideyalarını və gənc nəsillərə verdiyi ilhamı geniş şəkildə araşdırdıq. Onun əsərlərindən milli kimliyin qorunması, insan azadlığı ilə elmin əhəmiyyətli kimi mövzular əks olunur. Biz Hüseyn Caviddən öyrənməliyik ki, həyatın hər sahəsində, hər qərarımızda yüksək mənəvi və intellektual dəyərlərə sadiq qalmaq vacibdir. Sonda mən sizə bir mesaj vermək istəyirəm. Hüseyn Cavid kimi böyük şəxsiyyətlərin yolu yalnız tarix kitablarında qalmır. Onların ideyaları hər birimizin həyatında yaşamalı, gələcəyimizi formalaşdırmalıdır. Elmi biliklərə, mənəvi zənginliyə və milli dəyərlərə sadiq qalaraq biz də öz həyatımızda böyük işlər görmək gücünü tapacağıq. Hörmətli müəllimlərimiz, əziz sinif yoldaşlarım və dəyərli radyo dinləyicilərimiz, bugünkü buraxılışımızın burada sona çatır. Sizə təşəkkür edirəm ki, mənimlə birlikdə Hüseyn Cavidin dünyasına səyahət etdiniz. Birlikdə daha çox öyrənmək, düşünmək və inkişaf etmək ümidində. Növbəti verilmişimizdə görüşənə dək.